əməliyyatdan sonra necə qidalanmaq lazımdır, o haqqda danışacağam. Bu çox önəmli bir mövzudur. Çünki yəni əməliyyatdan sonra hamının soruşduğu mövzudur bu. Doğru olaraq, haqlı olaraq da soruşurlar. Əslində bizim sahədə olan əməliyyatlar, məsələn mənim üçün olan əməliyyatlar babasildir, analçatdır. Bundan sonra qidalanmaya çox mühüm əhəmiyyət vermək lazımdır. Çünki xəstə əməliyyatdan sonra əgər qidalanmasına fikir verməsə, xəstənin əməliyyatdan sonra sağalması, ağrıları falan davam edə bilər. Əsas məqsəd nədir? Əsas məqsəd bizdə xəstənin acılı qidalardan uzaq olması, qəbizliyinin olmaması və əgər kişi xəstədirsə, spirtli içki qəbul etməməsidir. Çünki bu faktorlar əməliyyatdan sonra yaranın sağalmasında böyük əhəmiyyətə malikdir. Və təbii ki, xəstənin qəbizliyinin olmamasıdır. Xəstəyə əməliyyatdan sonra çalışırıq ki, qəbizlik olmasın deyə müəyyən dərmanlar, qida əlavələri verək. Amma bu qida əlavələrini müəyyən müddət içəcək xəstələr. Bundan sonra içmək olmaz. Ona görə xəstə lifli qidalarla bol qidalanmalı, bol miqdarda su içməli, çoxlu hərəkət eləməli. Əməliyyat olunmuşam, uzanım, yatım olmaz. Çoxlu hərəkət etməlidir. Xüsusən yenə xəstələr deyirəm, tam diyetaya ehtiyac yoxdur. Xəstələr deyim ki, heç nə yeməsinlər bütün günü, ancaq qəbizlik yoxdursa, acılı yemək yemək, spirtli içki içmək, turşu, şoraba mövsümüdür, bunları yemək qətiyyən olmaz. Bu da 2-3 ay müddətində. 2-3 aydan sonra artıq normal həyat tərzinizə qayıda bilərsiniz.